müşriklərin etdiyi əməllərə uyğun əməllər etmək, yəni insanı şirkə aparan yollardandır. Çünki müşriklər görürsən ki, nə eləyir, axırda səni aparır, nə edir? Görürsən, qəbrin üstündə saxlayıb səni. Və yaxud da səni aparıb Allahdan qeyrisinə ibadət elətdirir. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm Buxari Müslimin hədisində deyir ki, xaliful müşrikin, müşriklərə müxalif olun. Xalifu el-müşrikinə, müşriklərə müxalif olun. Hədisi Buxari Müslim rivayət edib. Həmçinin təsvir, şəkillər, yəni Allaha şirkə aparan yollardandır. Hansı ki, ona görə necə dedik ki, Nuh əleyhissalamın qövmü birinci heykəllə başlamışdı Allahdan qeyrisinə ibadət etməyə. Deyir ki, bunun da dəlili nədir? Bu da Buxari Müslimin rivayətində gələn hədisdə "Ulaika izə mətə fihim racul salih banu ala qabrihi məscidə." Deyir, onlar, yəni nəsranilər, onlardan bir kişi, salih bir kişi ölərdisə, onun qəbri üzərində məscid tikərdilər. Və savvaru fihi tilkə suvara. Deyir, orada yəni surətlər, şəkillər çəkərdilər. "Ulaika şirarul xalqi indallah." Onlar Allah qatında ən şər məxluqlardır. Bunu kim deyir? Peyğəmbər sallallahu əleyhi və səlləmin sözüdür bu. Yəni deməli Allah Rəsulü sallallahu əleyhi və səlləmin iki zövcəsi Həbəşistana hicrət etmişdi. Elə deyilmi? Ümmü Sələmə ilə Ramlə radiyallahu anhə. Onlar gəldi, ya Rasulullah, biz onlarda kilsələr gördük və o kilsələrdə şəkillər var idi. Onlar deyir, Allah Rasulü sallallahu əleyhi və səlləm, "Ulaika izə mətə fihim racul salih banu ala qabrihi məscidən." Onlarda bir salih kişi öləndə onun qəbri üzərində məscid tikirlər. Bu əməl bizə keçib yoxsa yox müsəlmanlara? Keçib. Baxırsan ki, subhanallah, məscidlərdə qəbirlər var. Bu əhli kitabın, kafirlərin yolu olur. Bizim müsəlmanlarda belə şey olmuyor bəbər. Olmuyor. Məscid Allaha ibadət üçün, məscid qəbirstanlıq deyil. Hətta Allah Resulü sallallahu əleyhi və səlləm deyir ki, "La təttəxidu buyutakum məqabira." Deyir ki, öz evlərinizi qəbirstanlıq kimi götürməyin. Yəni orada namaz qılın, ibadət edin. Yəni fərz namazların hamısını məsciddə qılırsınız, sünnətləri gəlin evdə qılın. Yəni çünki qəbirstanlıqda namaz qılmaq olmaz. Deməli qəbir olan yerdə namaz qılmaq olmaz. Bax bu boyda hədislər deyirik yəni. Hamısını Allah Resulü sallallahu əleyhi və səlləmə səhih ümmətin qəbul etdiyi hədislərdir. Subhanallah.